Bestion T55 modeli. 1,5 litrlik. Mühərrik hissəsinə baxış keçirdirik. Deməli, kapot dəmirdəndir və kapotun bu cür saxlamağa çubuğu var. Yəni, qaz amortizatorlarla deyil. Mühərrik bu formadadır. Hər silindirin ayrıca alışdırma babini var. Sistem ənənəvi bozluq-xəmər dediyimiz hava ölçənlə deyil. Map sensorla işləyir. Burada yerləşən map sensorla işləyir. Yəni, belə lori dildə desək, bozluq-xəmərsiz mühərrikdir. Mühərriyin bloku çubuğundandır. Görsənəcək yoxsa yox. Sep qapağının arxasında gördüyünüz kimi mühərriyin burada çubuğun bloku görsənir. Burada yüksək təzyiqli yanacaq nasosu var. Gördüyünüz kimi raspedvalın dətçiki turbo rahat yerdə yerləşir. Qaz paylama mexanizmi seplədir. Hər iki paylayıcı valda VVT dediyimiz sistem var. Burada da var və gördüyünüz kimi burada da var. Mühərriyin köməkçi avadanlıqları kəmərlə hərəkətə gətirilir. Burada generatoru görürük. Aşağıda kondisionerin kompresoru və pompanın ayrıca öz remeni var. Yəni pompa xüsusi ayrı remenləndir. Görürsünüz, burada ikinci remen var. Yanacaq sistemi yüksək təzyiqli yanacaq sistemidir. Bayaq göstərdiyim kimi burada yüksək təzyiqli yanacaq nasosu var və farsonkalar kollektorun alt hissəsində yerləşir. Bu da reykanın, deməli, rampadakı təzyiq sensorudur. Yəni, birbaşa püskürməli mühərriklərin bəzilərində farsonkalar burada yerləşir. Yəni, alışdırma şamının yanında. Bəzilərində isə kollektorun alt hissəsində yerləşir. Bu mühərrikdə kollektorun alt hissəsində yerləşir. Amma yenə də bu mühərrik birbaşa püskürmə mühərriyidir. Yəni, birbaşa püskürmə isə ilk dəfə bu sistemdən Mitsubishi istifadə eləyib. GDI, Mitsubishi buna GDI deyir. Volkswagen, Audi şirkəti VAK konserni buna FSI deyir. Mercedes istehsalçısına CGI deyir. Belə. Bir daha qayıdırıq sensorlara. Deməli, mühərriyin alışdırma babinləri 4 ədəd. Paylayıcı valın yerləşdiyi yeri göstərən dətçik, yəni lori dildə raspedval dətçiki 1, 2 hər ikisində. Aktuatorları 1 və ikincisi burada. Bu map sensor, bu bakdakı qazların ventilyasiya sistemi, bu əlavə map sensordur. Dəqiq bilmirəm nə işlə məşğuldur burada. Deməli, vakum sistemi həm kollektordan götürür vakumu, həm də aşağıda vakum nasos var ki, əlavə vakum yaratsın. Bu turbinin bypass klapanı, bu da wastegate'in elektron idarə olunma sistemi. Yəni wastegate burada elektron idarə olunur. Görünüşdən belə məlum olur ki, mühərrik inteqrasiya olunmuş çıxış kollektoruna malikdir. Yəni kollektor birbaşa mühərriyin başlığına yerləşdirilib və bu da bizə deyir ki, böyük bir ehtimalla bu turbin twin scroll turbindir. Babinlər Avropa avtomobillərində olduğu kimi Eldor istehsalçısınındır. Eldor babinləri demək olar ki, VAK konsernində və BMW avtomobillərinin əksəriyyətində bu babinlərdən istifadə olunur. Mühərriyin bu cür dekorativ qapağı var. Örtüləndə yalnız bu hissələri bağlayır. Ümumi görünüşdə belə olur.